Birinci sual, dəyər test toplusu antropogenis. Birinci sual, sxemdə sual işarəsinin yerinə yazılmalıdır. Qaşüstü yastıcıqların olmadığı müəyyən edilmişdir. Aydın nitqə malik olmuşdur. Qalıqları ilk dəfə Avropada tapılmışdır. Verilənlər içərisində burada Kramonyanlardır ki, bəli, onlarda qaşüstü yastıcıq yoxdur, aydın nitq vardır və ilk dəfə Fransanın Kramonyan kəndində tapılmışdır. Doğru cavab A variantı. Nöqtələrin yerinə yazılmalıdır. Heyvanlardan fərqli olaraq insanlarda sinir fəaliyyətinin ən yüksək forması təbii ki, insanda şüurdur. Şüur nəticəsində təfəkkür formalaşır. Doğru cavab C variantı. Təkamül nəzəriyyəsinə görə daha əvvəl mövcuddur. Yəni, lap əvvəl əmələ gələn verilənlər içərisində dirioptiklər idi. Dirioptiklər əmələ gəlmişdir verilənlər içərisində. Yəni, dirioptiklər hansı dövrdə əmələ gəlmişdir? Paleogen dövründə əmələ gəlmişdir. Hansı digərləri isə, biz məsəl üçün pikantroplar, avstropteklər isə neogen dövründə. Hansı irqə mənsub insanların gözlərinin kənarları büküşlü, üzləri isə iri və yastı olur. Təbii ki, bu Mongoloid irqinə məxsus olan insanlarda. Pikantroplar haqqında doğru fikri müəyyən edin. Əmək alətləri hazırlayır, saxsıdan müxtəlif qablar düzəldirdi. Yanlışdır, çünki onlar saxsıdan qab düzəltmir. Beyin həcmi müasir insana bənzər meymunların beynin həcminə nisbətən daha kiçikdir. Xeyr, əksinə bunların beyinlərinin həcmi 900-1100 cm kubudur. Çənəaltı çıxıntısı yox idi, yanlışdır əksinə bunlarda. Bəli, çənəaltı çıxıntısı yox idi, doğrudur. İlk müasir insanlardır, yanlışdır, ən qədim insanlar qrupuna aiddir. Heyvanları əhəlləşdirir və əkinçiliklə məşğul olurdu, yanlışdır, bu Kramonyanlara aiddir. Burada doğru fikir olan C variantı. Təkamül nəzəriyyəsinə görə daha əvvəl meydana çıxmış insandır. Verilənlər içərisində daha əvvəl meydana çıxmış məhz paraptikləri götürərik. Əmələ gəlmiş insandır. Aha, burada paraptikdir, dirioptiklərdir, bunlar meymundur. Amma bizə insan deyirsə, təbii ki, pikantroplar olar. Antrop sözü harda varsa, o insan deməkdir. Ptik sözü harda varsa, meymun deməkdir. Ona görə ilk dəfə təbii ki, pikantroplar yaranmışdır. Qalıqları ilk dəfə Yav adasında tapılmış pikantroplar idi ki, 1891-ci ildə İndoneziyanın Yava adasında. Doğru cavab B variantı. Paraptiklər başlanğıc vermişdir. Biz dedik ki, bu cür testləri tapmaq üçün paraptiklər başlanğıc vermişdir. H, O, D. O, orangtan, H-mız var, D oldu dirioptiklər. Dirioptiklər başlanğıc verir, Q, A, Ş. Gorilla, şimpanzi, avstropteklər. Məhz avstropteklər bir çox insan növlərinə başlanğıc vermişdir. Ona görə verilənlər içərisində doğru cavab A variantı. Təkamül nəzəriyyəsinə görə ilk dəfə Neandertalda meydana çıxıbdır. İlk dəfə Neandertalda heyvandarlıq, xeyr, Kramonyanlarda, dinin ruşeymlərin əmələ gəlməsi məhz Neandertallarda doğrudur. Dəri paltardan istifadə sinantroplarda, əkinçilik Kramonyanlarda, qarşıüstü qövsün olmaması Kramonyanlarda. Doğru cavab B variantı. Düzgün olmayan fikri göstərin. Pikantroplar oddan istifadə ediblər. Bəli, doğrudur. Bacarıqlı insanlar əmək alətləri düzəldiblər. Doğrudur. Neandertallar heyvanları əhəlləşdiriblər. Məhz bu yanlışdır. Kramonyanların dini inançları olub. Bəli, sinantroplar ilk dəfə dəri paltardan geyiniblər. Doğrudur. Məhz onlar heyvanları əhəlləşdirməyiblər. Sadəcə əmək bölgüsü getmişdir Neandertallarda. Doğru cavab düzgün olmayan, yəni C variantı. Müasir insana daha çox oxşayır. Müasir insana verilənlər içərisində daha çox oxşayan təbii ki, Kramonyanlardır ki, məsəl üçün dik gəzmişdilər, boyunları hündür olmuşdu 180 cm, beyinlərinin həcmi 1600 kub cm. Weyner diaqramına əsasən uyğunsuzluğu müəyyən edin, yəni yanlış. İlk dəfə dini ruşeymləri əmələ gəlmişdir Neandertallarda, doğru qoyulub. Qaşüstü qövsləri olmuşdur hər ikisində. İlk dəfə dəri paltar geyiniblər sinantroplar, doğru. Kişilər və qadınlar arasında əmək bölgüsü olub.
Neandertallarda zəif çənaltı çıxıntıları olub, ortada yazılıb yanlışdır. Zəif çənaltı çıxıntı da məhz yalnız neandertallara məxsusdur. Yəni daha sonra kromanyonlarda da əmələ gəlmişdir. Doğru cavab burada 5-dir ki, uyğunsuz. İnsanın qulaq seyvanının hərəkət etdirə bilməsi. Bəli, insanın qulaq seyvanının hərəkət etdirə bilməsi atavizmdir. Qədim əcdada qayıtmaq. Sxemli sual şərəsinin yerinə yazıla bilər. Diqqətli olaq. İkinci siqnal sisteminə malik olma. Bəli. Əkinçiliklə məşğul olub, xeyr. Minus göstərib. Qaşüstü qövsü olub, periskop deyir. Bəli, var. İnsan cinsinə aid deyil, yanlışdır. Yarım cinsinə aiddir. Düzdür. Bu da deyir, aid deyil, düz fikirdir. Çənə altı çıxıntısı olub, bəli, pülüskor. Məhz bu verilənlərdən əkinçiliklə məşğul olmayıbsa, deməli bu nə ola bilər? Çənaltı çıxıntısı var. Əkinçiliklə məşğul deyilsə, neandertallar ola bilər. Neandertalların həm bəzilərində çənaltı çıxıntı, həm də qaşüstü qövsləri olub. Ona görə neandertalları götürərik. Amma kromonyanlarda həm onlarda çənaltı çıxıntı yaxşı inkişaf etdiyinə görə ümumiyyətlə qaşüstü qövslər yoxdur kromonyanlarda. Ən qədim insanlara aiddir. Biz bilirik insanlar 3 yarım cinsə bölündü. İnsan cinsi ən qədim insanlar, müasir insanlar. Ən qədim insanlar isə sinantroplardır verilənlər içərisində. Sinantroplar, pikantroplar, Heidelberg, azxantrop C variantı. Düzgün fikri göstərin. 16-da. Pikantropların qalıqları ilk dəfə Afrika qitəsində tapılmışdır. Afrikada yox, Asiyada tapılmışdır. İnsanın embrional dövründə əcdada oxşar əlamətlərin olması atavizmdir. Xeyr, o embrional bir dəlildir. Atavizm deyil, yanlışdır. İnsan irkləri müxtəlif növlərdir. Yanlışdır, populyasiya dalğalarıdır. Növ deyil, insan bir növ, insan növü var. Müasir insanlarda çənaltı çıxıntı olur. Bəli, doğru fikirdir. Belə doğru məhz D variantıdır. Meymunlarda kəllənin beyin şöbəsi 3 şöbəsindən böyük olur. Yanlışdır. Meymunlarda deyil, insanda kəllənin beyin şöbəsi 3 şöbəsindən böyük olur. Ona görə düzgün fikir yalnız D variantı. Oddan istifadə etməyiblər. Oddan istifadə etməyən avstropteklər olmuşdur. İlk dəfə, burada diqqətli olun, ilk dəfə oddan istifadə ediblər pikantroplar. Daha sonra odu qoruyub saxlayıblar sinantroplar. Özləri ilk dəfə od əldə ediblər neandertallar. Oddan istifadə etməyib avstropteklər. Kromonyanlar isə təbii ki, artıq od var idi, odda əldə edə bilərdilər. Y variantı 18. Yanlış fikri müəyyən edin. Bətndaxili inkişaf zamanı insanın barmaqları arasında pərdə olur. Bəli, birinci aylığında rüşeym mərhələsində doğrudur. İnsanın bir aylıq rüşeymində ürək içi kameralı olur, doğru. İnsanın 6 aylıq dölündə bir cüt qəssəmə qapağı olur. Bax, burada yoxdur. Bəli, bir aylığında 3 və 5 cüt qəssəmə yarıqları vardı. Bu fikir vardı, amma C variantı yanlışdır. Bir cüt qəssəmə qapağı olur, yanlışdır, qapağı olmurdu. İnsan rüşeymdə kulaka olur. Bəli, doğrudur bir aylığında. 3-4 aylıq dölün bədənin üzəri tüklərlə örtülür. Bəli, cift mərhələsində tüklə örtülürdür. Doğru. Yanlış olan C variantıdır. Keçək qapalı sual, açıq sualları, qapalılar bitdi. Birinci. Cədvələ əsasən X, Y-in cəmini hesablayın. Şimpanze meymunda döş qəfəsi sümüklərinin sayı X, oma fəqərələrinin maksimal sayı Y. Biz bilirik ki, insana bənzər meymunlarda oma fəqərələrinin sayı 5 və 6-dır. Maksimum dediyinə görə Y6 və şimpanzedə, gorillada, hipponda bilirik ki 13 cüt qabırğa var və bizdə 13 cüt qabırğa varsa döş qəfəs sümüklərinin sayını 3-ün üstə gələk 1 düsturundan hesablayaraq təbii ki 40 ədəd döş qəfəsini əmələ gətirən sümüklər olacaq. 40 üstə gələk 6, cavabımız eləyər 46. İnsanı sosial varlıq kimi heyvanlardan fərqləndirir. Təbii ki, nitq fərqləndirir, təfəkkür fərqləndirir, əmək və ictimai həyat tərzi. 1, 4, 5, 6. İnsanın dik yeriməsi ilə əlaqədardır.
Birinci, ön ətrafların yerima funksiyalarından azad olması. Dik yeriməsi ilə əlaqədardır. Bəli, təbii ki, ön ətraflar doğrudur. Əmgək çıxıntısının öz bioloji əhəmiyyətini itirməsi xeyr, bu dik yerimə ilə əlaqəli deyil. Pişmiş qida ilə qidalanmaqdır. Olma sümüyünün möhkəmlənməsi, bəli. Döş qəfəsinin yanlardan basıq olması xeyr, əslində genişlikdir. Kəllənin üç şöbəsinin B şöbəsindən kiçik olması xeyr, bu dik yerimə ilə əlaqəli deyildi. Doğru fikirdir. Sadəcə beyin təfəkkürün inkişafı ilə əlaqədar idi. Beynin inkişafı ilə əlaqəli idi. Onurğanın isvari əyriliyi, bəli, ağırlıq mərkəzinin ön ətrafların üzərinə keçməsi, yanlış, ön yox, arxa ətrafların üzərinə düşməsi idi. Doğru cavab 1, 3, 6. Verilənlərdən hansılar həm insana bənzər meymunlar, həm də insan üçün atavizm sayılır? Baxaq, postembrional inkişaf dövründə həm insana bənzər meymunlar, həm də insan üçün atavizm sayılır postembrional inkişaf dövründə. Baxaq 4-cü suala. Bütün bədənin sıx tüklərlə örtülü olması. Bax, burada diqqətli olaq. Bu insan üçün atavizmdir. Amma insana bənzər meymunlar üçünsə xeyr, sıx tüklə örtülü olması xeyr, atavizm deyil. Çünki meymunların üzəri tüklə örtülüdür. O esvari onurğa sütununun olması bu insana xasdır, meymuna xas deyil. Rudiment olmayan üçüncü göz qapağının olması. Bəli, bu atavizmdir. Quyruğun olması atavizm olar. Kəsici köpək qazı dişləri isə atavizm deyil. Doğru cavab 3 və 4. Yalnız insanlara aid olan əlamətləri seçin. 4 qan qrupunun olması. Bilirik ki, həm meymunlarda, həm insanda. Esvari əyrilik yalnız insana məxsusdur. 12 cüt qabırğanın olması yalnız insana deyil, insana bənzər meymunlarda, orangutanda da var. Süd dişlərinin daimi dişlərlə vəz olunması meymunlarda da var, insanda da. Baş beynin həcminin 1600 kub santimetr, bəli, insana məxsusdur. Ayaqda tağ şəkilli pəncənin olması, bəli, yalnız insana məxsusdur. Doğru cavab 1, 5, 6. Nöqtələrin yerinə uyğun gələnləri ardıcıl olaraq yazın. Qədim insanlara aid olan neandertallar, bilirik ki, qədim insanlara bir növ aid idi neandertallar. Mağaralarda qrup halında yaşamışlar. Onlar ilk dəfə əmək bölgüsü getmiş onlarda. Qadınları bitki qidası toplamaqla, kişiləri isə ovçuluqla məşğul olurdu. Burada cavab 2, 3, 5, 8. Bax, diqqət ol. Bitki qidası toplamaqla, ovçuluqla ilk dəfə qida bölgüsü gedib neandertallarda. Amma əkinçiliklə, heyvandarlıqla ilk dəfə məşğul olub Kramonianlar. Verilənlərin növdən tipə doğru düzgün ardıcıllığını müəyyən edin. Növdən, təbii ki, dərəkəli insandır, sonra insan cinsidir, sonra insan fəsiləsidir, daha sonra primatlar dəstəsidir, məməlilər sinifi, xordallar tipi. Aramorfozlara aid deyil. Olma fəqərələrinin olması. Yox, üzr istəyirəm, antropomorfozlara aid deyil. Yəni, insanda olan morfoloji və fizioloji dəyişkənliyə aid deyil. Olma fəqərələrinin olması xeyr, digər heyvanlarda da var. Əldəki baş barmağının digər barmaqlarla birləşməsi digər meymunlarda da var. Daha sonra, olma sümüyünün möhkəmlənməsi. Olma sümüyünün möhkəmlənməsi, bəli, insana məxsusdur. Döş qəfəsinin yanlara doğru genişlənməsi insana məxsusdur. Daha sonra 3-4 hər ikisi insana məxsusdur. Dişlərin kəsici köpək qazı dişlərinin diferens etməsi təkcə insanda deyil, meymunlarda da var. Ona görə 1, 2, 5 antropomorfozlara aid deyil. Antropomorfozlara aid dedikdə yalnız insana aid olan fikirləri seçmək lazımdır. Uyğunluğu müəyyən edin. Birinci atavizm, ikinci rudiment. İnsanda üçüncü göz qapağı rudimentdir. İnsanın nazik bağırsağı. Bax, yadınızda qalsın, nazik bağırsaq nə atavizmdir, nə rudimentdir. Normal bir orqandır. Öz işini, fəaliyyətini həyata keçirən orqandır. Heç birinə aid edilmir. İnsanda quyruğun olması atavizm. İnsanın bədənin seyrək tük örtüyü. Bax, seyrək tük örtüyü rudimentdir. Sıx tük örtüyü atavizmdir. Diqqətli olun. İnsanda çox məməlik atavizmdir. Pikantroplar neandertallar. 1,
2, 3. Qədim insanlar mərhələsinə aiddir Neandertallar. Qaşüstü yastıcıqları olmuşdur hər ikisində. Qalıqları ilk dəfə Asiya qitəsində tapılmışdır Pikantroplar. Paltar geyinməyib Pikantroplar, Neandertallar artıq Sinantroplar geyinirdi. Bəzilərində ilkin aydın nitq olub Neandertallar da. Doğru cavab 1-də C, D, 2-də B, 3-də A, Y. Bu qədər, uğurlar.